iPhone 7 və iPhone 7 Plus modellərində Apple demək olar ki, hər şeyi kökündən yenilədi. Bir şey çıxmaq şərti ilə: dizaynı. Birincisi yeni rəng Jet Black ortaya çıxdı. Parlaq, cilalanmış alüminium korpus çox effektli görünürdü və eyni dərəcədə də gözəl cızılırdı. Bilirəm, çünki məndə də eynisi var idi. İkincisi, Apple nəhayət iPhone-a stereodinamiklər və suya toza davamlılıq IP67 əlavə etdi. Suya davamlılıqla birlikdə iPhone 7-də bir neçə qeyri-adi dəyişiklik də oldu. Əvvəla Home düyməsi artıq fiziki deyildi. Onun yerini Taptic Engine ilə işləyən Sensor Set aldı. Basma hissini vibrasiya ilə imitasiya edirdi. İkincisi isə iPhone 7-də qulaqlıq girişi ləğv edildi. Qutudan isə 3,5 mm-dən Lightning-a keçid verildi. Cəmi bir il sonra bu ideyanı demək olar ki, bütün istehsalçılar təkrarlayacaqdı. Amma hamıdan fərqli olaraq Apple-ın planı vardı. Mini jackdən imtina yeni bir məhsulun çıxışı ilə bağlı idi: AirPods. Tam simsiz qulaqlıqlar əvvəlcə 1 ton memə səbəb oldu. Sonra isə əsl xalq hitinə çevrildi. Bundan başqa iPhone 7 Plus Apple tarixində 2 qat kameralı ilk smartfon oldu. Əsas modulun yanında 2 qat yaxınlaşdırmalı 2x televik əlavə edildi və bu da portret çəkilişləri mümkün etdi. Mini jackdən imtinaya baxmayaraq iPhone 7 seriyası çox uğurlu alındı və 160 milyon nüsxə satıldı.